64 namizəd vəkillər kollegiyasının üzvü olmaq üçün and içib. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı 2950 nəfərə çatıb. And içmə mərasimi vəkillər kollegiyası Rəyasət Heyətinin geniş tərkibli iclası çərçivəsində keçirilib. Tədbirdə çıxış edənlər ölkədə vəkilli institutunun inkişafı, həyata keçirilən islahatlar və hüquqi yardımın əlçatanlığının artırılması istiqamətində görülən işlərdən danışıb. Sonda yeni vəkillərə vəsiqələr təqdim olunub, həmçinin fəaliyyətində fərqlənən və yubiley yaşını qeyd edən kollegiya üzvləri təltif ediliblər. Əlamətdar hadisədir ki, onların bir qismi əvvəllər dövlət qurumlarında, hüquq mühafizə orqanlarında, o cümlədən 7 nəfəri hakim kimi fəaliyyət göstəriblər. Bu gün vəkilliyə böyük maraq var. Sonuncu test imtahanında da göründüyü kimi 540 nəfər hüquqşünas vəkilliyə namizəd kimi yazılı imtahanlarda iştirak etdi və getdikcə vəkillərin sayı ölkədə artır. Bugünkü and içmə mərasimindən sonra vəkillərin sayı 2949 nəfərə bərabərdir. Ən yaxın zamanda vəkillərin sayı 3000 nəfəri ötəcək.